Bu qarqaşada istəmirəm mənim xalqım qalxa, əzilə, süni inqilabın qurbanı ola, İlham gedə yerinə Mehriban gələ və yaxud başqa Əliyevin alternativi gələ. Əliyevə bağlı, Əliyevin necə deyərlər, vəkili. Ona görə götürüz çatırsa deyin ki biz açıq savaş elan eləmişik. Biz də açıq savaş elan eləyək, bir gecədə baltalasın cəmaət boynunuzun dalından da sizi. Biz hər yerdə kişilik eləyirik, siz qədəli eləyirsiniz axı. Bu nədir Kürdəmirdə? Orada, burada artıq polis o qədər qudurub ki, o qədər xalqı sıxır ki. Çünki sonlarıdır, xalqın axırıncı o qazanın dibini də yalayırlar polisin gücünlə. Ona görə xalqın da səbri tükənmək üzrədir, ha, onu deyim ki. Tükənmək üzrə. Bir də görəcəksiniz, silahlan komandası verildi. Yaxşı, lazım deyil abi, görürsünüz, mən hər şeyi düşünürəm. Hər şeyi düşünürəm mən. Hər şeyi. Mən sizə əvvəl dedim ki, mən ikinci bir dəfə inqilab deməyəcəm, üsyan deməyəcəm, ikinci dəfə deməyəcəm, bir dəfə deyəcəm. O zaman yetişməyib. O zaman yetişməyib. İndi İran Azərbaycanı qarışdırmaq istəyir. Açıqca deyirəm, bax, indi mən bu dəqiqə məlumatları oxuyacağım. Naxçıvanı blokad yalıblar. İlham Əliyevdən sərhədləri açmağı tələb edirlər. Başqa məsələlər var. Zaten Cənubi Azərbaycanlılar Azərbaycana gəlmək istəmir, Şimal Azərbaycana. Ermənistan açdı sərhədləri. Azərbaycan türkləri, cənubi qardaşlarımız, özümüz bizə gəlməkdənsə Ermənistana gedirlər. Sərhədləri zaten İlham bağlı saxlayıb. Açsa belə kimdir gələn ki? Düzdür, son durumda gələcəklər. Başa düşürəm, gələcəklər. Amma İlham sərhəddə açmır hələ. Türkiyəyə qaçır milyonlar, İrana, Ermənistana qaçır bizim Cənubi Azərbaycan. O tərəfdən başqa ölkələrə qaçır. İlham Əliyev sərhədləri bağlayıbdır. Nədən bağlayıbsan İlham Əliyevsən? Baxın. Məni sevənlər, məni eşidənlər. Məni eşitməyən ölsə yaxşıdır. Mən sizə dedim ki, quru ərzaq alın, un alın, taxıl alın. Aclıq gəlir, dəhşət gəlir, xaos gəlir. Siz məni eşitmirsinizmi? Get günü sabah, bax günü sabah, günü sabah, sabah. Qardalı, nə qədər quru qardalı var, yığ. Məhləndə bircə metrə boş yer qoyma, qardalı əkinə. Qardalı yeyərsən. Qartov al. Külün içində saxla ginən, külün içində qalır. Çörək qurut ginən, un al, buğda al. Aclıq gəlir. Artıq Naxçıvanı blokadaya salıblar. Deyəcəksiniz, Türkiyə var. Türkiyədə ətin kilosu 60 dollardır. Türkiyədə ətin kilosu 60 dollardır. Kim alacaq o Naxçıvanda? Gərək bir ucuz olsun ki, oradan gəlsin də şirkətlər, firmalar. Daha yaxşı gətirdi Türkiyə. Qavyadinanın biri 2 manat, qavyadina 20 manat. Qamburgenin biri 30 manat. 30 dollardır çox yerdə. Çimərliklərin qırağında 30 dollar qamburgen, içində bir dənə saska və sana bir də çörək. Nə danışırsınız? Türkiyə Erdoğan yaman günə qoyubdur. Nə danışırsınız siz? Qardaş, heç durma. Heç durma. Bir, bu gündən sonra nələr olacaq? Zaten oğrular, orqan alverçiləri, heyvan oğruları, adam oğruları, mamarozalarından belə hamısı polislə əlaqəli işləyir. İndən sonra polislə əlaqəli olaraq evləriniz yarılacaq. Var, səhər duracaqsan ki, kubik qoyublar, maşın təkərləri yoxdur. Maşın təkərləri yoxdur. Yəni, hər şey oğrayacaqlar. Oğurluq dəhşətli sürətdə baş alıb gedəcək. Quldurluq dəhşətli sürətdə baş alıb gedəcək. Ölkədə xaos olacaq. Ölkəni 80% ərzaq məhsullarından təmin eləyən İran idi, İran. İranda ucuz idi deyə. Oradan alırdıq. 80% ora təmin eləyirdi bizi. İndi nə olacaq? Zaten Naxçıvana, aldığım xəbərlərə görə Naxçıvana gedən qaz kəmərini İran vurubdur. Özlərindən gedəni özləri vurub da, partladılar verməməyin dərdinə. Belə bir xəbər duydum, indi mən bunu incələyirəm. Qoyun elə sizin yanınızda bu xəbəri mən atım lazım olan yerə görə nə dərəcədə doğrudur. Baxa görə bir də bura atıram, mən görüm bu nə dərəcədə doğrudur, baxaq. Deməli. Bəy, mən aldığım məlumata görə Naxçıvana gələn qaz kəmərini vurubdur İran. Elə bir məlumat varmı? Mən Türkiyədən aldım bu məlumat. Deməli, məxfi banklar Bakıda haqq alacaq. Əlbəttə ki, bankda kimdir pul saxlayan? Kimdir bankda pul saxlayan? Təbriz bu dəqiqə. Təbrizi də vururlar, bəli. Deyirdilər, hani deyirdilər ki, İlham Əliyev deyibdir, Təbrizi vurmayacaqlar.
Təbrizi vurmayacaqlar deyir. Ala bax. Vuralım. Qəsdindən Təbrizdən atırlar ki, raketləri, Təbrizi vursunlar. Qəsdindən. Bax, İran devləti qəsdindən atır oradan, oranı vur. Bu da Təbrizdir bu dəqiqə. Bax, bu dəqiqə Təbriz. Bax, bu dəqiqə çəkib mənə atıblar. Təbriz. Baxa görə nə olur burada? Video atıblar. Göydə dronlar vururlar belə, görünür. Göydə dronlar vururlar. Siz bəzən görəməzsiniz hər nəysə. Dəyərli əməkdaşlarım, dəyərli soydaşlarım,